ənənəvi deyək proqramlar üzərində təhsilini, doktorantura təhsili almış adamların görünən budur ki, səhv etmirəmsə müdafiə etmə faizi 10%-in altındadır. Yəni 7% ya 8%-dir. Müdafiə etmə faizi. Qəbul olanların 7%-i sonda PhD alır. İkinci məsələ o ki, xeyli sayda PhD var adam. Amma onların education yoxdur, research outputu yoxdur. Yəni bu nə deməkdir? Yəni əslində bizdə elmi dərəcə sonda elmi məhsulla korrelyasiyası aşağı olan bir haldır. Yəni belə baxanda məsələn PhD-lərin sayı çoxdur, amma scientific output ona uyğun deyil və hətta per capita aşağıdır deyər. Çox da yaxşı measure-ləmək istəyirik. Üçüncü problem odur ki, bunlar məncə daha mürəkkəb məsələlərdir. Bizim daha sadə bir problemimiz də var ki, ali təhsilin əhatəliyi artdıqca, bayaq dedim, 17 mindən, 20 mindən, 25 mindən, 60 minə qalxanda, sənə auditoriyada bu adamlara dərs deməyə adam da lazımdır. Yəni kimsə onlara dərs deməlidir. Düzdürmü? Çox sadə bir şeydir. Və təbii ki, bizim kontekstdə indi ali təhsil müəssisələrində xeyli adam var ki, masterla xaricdə oxuyur. Mən özüm də bu arada dərs demişəm. Mənim də PhD-im yoxdur, masterla deyək, adjunct positionlarla dərs deyirik. Adjunct dərs demək olarmı? Təbii ki, olar. Amma sonda sən yaxşı universitet olmaq istəyirsənsə, sənin belə deyək də faculty memberlərin, akademiya üzvlərin, müəllim, professor heyətin doktorant dərəcəsi olan və özünü bu işə həsr etmiş və 100% bu işlə məşğul olan adamlar olmalıdır.